Sən sualı verəndə bax gör kimə verirsən o sualı. Və nə cür qaydada verirsən, nətər verirsən. Həmişə belə şeyin mən əleyhinə olmuşam, belə indi də əleyhinəyəm. Amma yaxşı olub da o mənim ürəyimdən keçən o insanlar ki var, onları yığışdırıblar. Kimlər idi onlar? Ona deməyim daha, qalsın ürəyimiz. İndi hələ ki qurban olmalılar, qardaş. Mənim adım bəlkə də bir həftədə 5 gündə çıxıbdır, mən 5 gündə də efirlərdəyim. Hələ bu dəqiq bəlkə də təsdiqlənməmiş bir şey. Bu gün gördüm, amma sən bu gün də efirdə olmusan, canlı efirdə idin mən. Bəli, canlı efirdə. Canlı efirdən çıxmışsın. Niyə elə sırağa gündə əlim verilişində idim, canlı efirdə idim. Yəni hələ ki çıxıram, indi qurban olum Allaha, zapiret qoyarlar, gedib biraz dincələrəm. Yəni 3 gündən bir, 5 gündən bir efir olmur ki, zamanında gözü yorulur. Bəli. Gedib biraz dincələrəm. O son vaxtlar çox çıxmırdın efirləri. Efirləri seçib çıxırdın. Yox, elə bu yanvar ayının birindən 2026-dan artıq mən o söhbətdən sonra